S cəmini hesablayan blok sxem qurun. Bu cür suallarda biz sadəcə baxın bu hissəyə baxmalıyıq əsas. O düsturu biz blok sxem daxilində almalıyıq. Deməli, nə edirik? Blok sxem başladaq, daha sonra n ədədini daxil edək. N ədədindən sonra biz nələri təyin eləməliyik? Əvvəlcə s-i təyin eləməliyik. Çünki s sıfırdır və s-in üzərinə biz ədədləri gələcəyik. Sonra isə addımları təyin eləməliyik. Çünki biz n-ə qədər hər hansı bir ardıcıllıqdan gəlirik. Bir i ardıcıllığından n-ə doğru gedirik. İndi bu ardıcıllıqda başlanğıc qiyməti tapmalıyıq. Başlanğıc qiyməti necə taparıq? Baxın, i faktorial deyir. Bura baxmalıyıq. I faktorialı oradan necə almaq olar? Deməli, 1 faktorial almaq üçün orada deməli 2n üstə gəl 1 bərabər olmalıdır 1-ə. Bu halda da biz n-i nə tapırıq? 0 tapırıqsa, deməli i-nin də ilk qiyməti nə olmalıdır? Bizdə 0 olmalıdır. i-nin qiyməti yazırıq 0. Növbəti addım olaraq dövrü başladaq. Dövrü başladanda da buradan yazaram. i kiçik bərabərdir n-dən. Əgər bu şərt ödənərsə, artıq mən s-in cəmini tapmalıyam. Yəni s-in cəmini axtarmalıyam. İndi s-i yazaq. S bərabərdir. S üstə gəlinsin. Mənfi 1-in üstü i plus 2 vurulsun 2 vur n plus 1-in faktorialı. Mən bu faktorialı da yazmalıyam. Yəni bu formada saxlamaq olmaz. Yəni ona görə əvvəlcə faktorialı da tapmalıyamsa, deməli mən nə edəcəm? Dövrün içində bir dənə faktorial dövrü açmalıyam. Faktorial dövrünü gəlin açaq. Faktorial üçün bizə nə lazım idi? Əvvəlcə addımlar lazımdır. Həmin ədədə gedən addımlar. Ona bir dənə j deyək. Bir də faktorialın özü. Ona da f deyək. Bu formada bir dövr başladaq. Bir dənə şərt açmalıyam buradan. Nə şərti açıram? Deyirəm j kiçik bərabər olduğu müddətcə nəyə? 2 vur n plus 1-ə. Bu dövr nə olsun? İşə düşsün. İndi hər qolunda nə edəcəm? Hər qolunda artıq faktorialı hesablamalıyam. Yazıram buradan f bərabərdir f vur j və j də bərabərdir j plus 1. Baxın, bu formada addımları yazıram. Daha sonra buradan geri qaytarıram. Artıq j bizdə tamamilə sona qədər bütün faktorialı hesablandıqdan sonra nə etməliyik? Bu dövrdən xaricə çıxırıq və burada artıq s-in cəmini axtarırıq. S-i necə yazacağıq? S bərabərdir s plus mənfi 1-in üstü i plus 2 vurulsun f. Çünki f bizdə nədir artıq? Faktorial ədədir bizdə. Formada yazırıq. Daha sonra bunu tapdıqdan sonra s cəmini nə etməliyəm? i-nin artımını verməliyəm. Bəs i-nin artımı neçə olmalıdır? Ona baxaq. Birinci ədəd 1 idisə, ikinci ədəd 3-dür. İkinci ədəd 3 olması üçün baxa görə n-in yerində nə olmalıdır bizdə? N-in yerində bizdə 2 olmalıdır ki, ümumi oradakı qiymət 3 eləsin. O deməli, i-nin qiyməti necə artır bizdə? I-nin qiyməti bizdə 1 artır və i-ni yazıram. i bərabərdir i plus 1. Bu formada. Sonra buradan geri qayıdıram böyük dövrün sonuna. Artıq böyük dövr bitdikdən sonra mənim s cəmim hazır olmuş olur. Tək prosesinə qalır. Həmin o s-i çap eləmək. Çap etdikdən sonra da alqoritmi sonlandırmaq.